Cennet eylesin. Mekanları cennet olsun inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Biz bugün buradayıqsa onların sayəsindəyik. Biz onlara ehtiramla baş əyirik qarşısında. Şəhid anaların əlindən öpürük. Onlara baş sağlığı veririk. Ümumiyyətlə bütün Azərbaycan xalqına baş sağlığı veririk. Onlar bizim evlatlarımızdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz bugün buradayıq. Onların da ruhu şaddır. Onlar bizi duyurlar. Bizi eşidirlər. Burada mənim də bir xalam oğlu var. Bir də anamın əmsi, nəvəsi buradadır. Abdullah İbrahim, Ürfət Kərimov. Ümumiyyətlə elə bunlar hamısı bizim evlatlarımızdır. Allah rəhmət eləsin. Qonşularımız istisi kiçik bir dənə pasiyork olmağına baxmayaraq oradan da bir neçə şəhidlərimiz var. 4-5 nəfərdilər. Allah onlara da rəhmət eləsinlər. Amin. Nadir Rafi, bizim prezidentimizə Allah can sağlığı versin, uzun ömür versin. Bir kəlmə sözlə öz fikrimi yekunlaşdırmaq istəyirəm ki, mənim də bu torpaqlarda arzusu ürəyimdə qalan, ömrü başa çatmayan anamın şəhid olubdu. Qaynım Nadir şəhid olubdu. Bu torpaqlar uğrunda çox şəhidlər verdi. Hərənin arzuları gedib qayıtmayan oğlanlarımız oldu. Allah onların hamısına rəhmət eləsin. Cəmi də bizim şəhidlərimiz onun içində. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz bugün bu torpaqlarda sevə-sevə, doya-doya gəzirik. Allah sizlərə də can sağlığı versin. En büyük dalgalar denizlerde değil, insan kalbinde kopar. O dalgalar bu insanların kalbinde çok şeyleri sındırır. Hamının kalbi fırtınalı bir denizdi. Çünkü burada dolmaları gəlib ellerde dəfn olunan insanlar var. Ona göre bugün buradayıqsa biz onların ruhunu özümüzle getirmişiz. Ruhları şad. Onların ruhu karşısında, şehitlerimizin ruhu karşısında baş eğrik. Yarımçıq arzularının karşısında baş eğrik. Ama aynı zamanda gurur duyuruq Ali Baş Komandanın hesabına, onun böyüklüğü hesabına biz bugün bu vətəndəyik. Bunun torpağına ayağımız değil, havasını uduruq. Biz həqiqətən qəlbimiz yaralı olsa da çox xoşbəxtik. Kəlbəcər cəmaatı çox xoşbəxtdir ki, dünyanın en güzel yerinde yaşayıb. Allah hamımıza kömək olsun. Allah elimizin sayəsində torpaqlarımızı alındı. Allah rəhmət eləsin. Hamımız var olun. Hamımızın qohumları burada şehit olan da var. İstəyərdim bir dəqiqə Allah bir sizə sükut kömək yaradaq, olsun. bir sükut olsun inşallah. Bir dəqiqə xahiş edirəm. Bir dəqiqə çox xahiş edirəm. Bir sükut yaradaq. Allah rəhmət eləsin. Yerlər, məkanları cennet cennet. Allah rəhmət eləsin. Danışdılar herkes. Ne kadar danışsak az olar. Kəlbəcər rayon Susurqəzəbə sakinləri bu günləri şəhidlərimizi ziyarət edirik. Onlar bizim qəlbimizə dair yaşayacaq. Ne kadar danışsak da azdır, ama bizim boynumuzun borcu olan onların qanı ilə yoğrulan bu torpağı göz bəbəyimiz kimi Qorumalıyıq. arzu eləyək ki, burada vətənimiz müharibə görməsin. Analarımız göz yaşı görməsin, atalarımız beni çıxarmasın. Vətən mənim bugünün sabahki toy düyüm. Haqqım var ki, öyünüm Azərbaycan deyən. Yaşasın Azərbaycan, yaşasın bütöv Türk dünyası. Qarabağ, Azərbaycan.